Hər vaxtınız xeyir olsun. ARB 24-ün efirində iş vaxtı başlayır. 2 saat ərzində dünyada və Azərbaycanda baş verən əsas hadisələrlə bağlı önəmli müzakirələri sizə təqdim edəcəyik. Maraqlı araşdırmalarımız da var. Diqqətiniz bizdə olsun. Əvvəlcə anonslar. Amerika Birləşmiş Ştatları dövlət katibi sabah Ermənistana gedir. Mirzoyan və Rubio görüşündə nələr müzakirə olunacaq daha ətraflı iş vaxtında öyrənəcəksiniz. Moskva İrəvanı hədələdi. Kremldən Paşinyan Ermənistanı təhlükəyə atır mesajı verildi. Rusiya-Ermənistan gərginliyinin nəticəsindən danışacağıq. İrandan müharibə mesajı gəldi. Amerika Birləşmiş Ştatları təzminat ödəyəcək. Əks halda Hörmüz boğazı açılmayacaq deyildi. Vaşinqtonun cavabı necə olacaq? Avropa Rusiya-Ukrayna müharibəsinin dayandırılmasında iştirak edəcək namizədini açıqladı. Finlandiya prezidenti danışıqlar üçün nəzərdən keçirilir. Stub 4 illik gərginliyi yekunlaşdıra biləcək. Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunan müşavirə keçirilib. Dövlət başçısı müşavirədə nitq söyləyib. Daha ətraflı məlumatı bir qədər sonra sizə təqdim edəcəyik. Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranovun cənazəsi Azərbaycana gətirilib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bu barədə məlumat verib. O qeyd edib ki, diplomat bugün Göyçayda dəfn olunacaq. Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının New York şəhərinə işgüzar səfərə yola düşüb. Bu barədə Nazirliyin X hesabında paylaşılıb. Qeyd edilib ki, səfər çərçivəsində 26 may tarixlərində Nazir Ceyhun Bayramovun BMT Təhlükəsizlik Şurasının BMT nizamnaməsinin məqsəd və prinsiplərinin qorunması və BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsi mövzusunda yüksək səviyyəli iclasda çıxışı, habelə yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub. Amerika Birləşmiş Ştatları dövlət katibi Marco Rubio mayın 26-sında Ermənistana səfər edəcək. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan və Marco Rubio görüşəcək. Bundan sonra nazirlər mətbuata açıqlama verəcəklər. İki tərəfli sənədlərin imzalanması da planlaşdırılır. Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyi ilə münasibətləri birbaşa təhlükəyə atıb. Onun hərəkətləri ciddi nəticələrə səbəb olacaq. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev yerli mediaya deyib. Medvedevin sözlərinə görə Ermənistan Avrasiya İqtisadi Birliyinə üzvlükdən ən çox faydalanan ölkələrdən biri olsa da, Paşinyan Moskvanın qardaşlıq köməyini qiymətləndirməyib. O, faktiki olaraq KTMT ilə əlaqələrini kəsib, halbuki Rusiya KTMT çərçivəsində həmişə Ermənistanı öz tanınmış sərhədləri daxilində müdafiə etməyə hazır olub. O, Avrasiya İqtisadi Birliyi sammitlərində iştirakdan da imtina edib və Rusiyanın məkirli düşmənlərini İrəvanda toplayır. Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri kəsmək üçün açıq kurs tutub. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev yerli mediaya açıqlamasında həmçinin bildirib ki, Paşinyan Ermənistanı həm Avropa İttifaqına doğru aparmağa, həm də lazımi müddətə qədər Avrasiya İqtisadi Birliyində qalmaqla bu qurumdan faydalanmağa çalışır. Bu da ağrılı nəticələrlə yekunlaşa bilər. Bu təhlükəli siyasət nəticəsində Rusiya və Avrasiya bazalarını və 10 illiklər ərzində formalaşmış iqtisadi əlaqələrini itirən Ermənistan xalqı əziyyət çəkəcək. Bəlkə də bizi axmaq hesab edir. Bu arada o böyük səhvə yol verib və ölkəsi üçün son dərəcə təhlükəli yolu izləyir. Dmitri Medvedev əlavə edib ki, Nikol Paşinyan Ermənistanı Ukraynanın kədərli yoluna sürükləyir. İqtisadi nəticə olaraq o, Ermənistanın Rusiya qazını mövcud tariflərdən 3 dəfə baha olan Avropa qiymətləri ilə almağa məcbur olacağı barədə xəbərdarlıq edərək, baş nazirə öz vətəndaşlarından bu qiyməti ödəməyə hazır olub-olmadıqlarını soruşmağı təklif edib. Bugün Ermənistanda bütün qərarları xalq verir. Bu, müasir Ermənistanın və mənim
bölüşdüm sizinlə. Onları müzakirə edəcəyik studiyamızın qonağı ilə. Amma qeyd etdiyimiz kimi maraqlı araşdırmalarımız da var. Onları da zaman-zaman efirlərdə sizinlə bölüşməyə çalışırıq. Müasir dövrdə müharibələr artıq soyuq silahlarla aparılmır. Kiber hücumlar da döyüşlərin aqibətini dəyişən rəqəmsal savaş alətidir. Hazırda davam edən İran, ABŞ, İsrail, Rusiya-Ukrayna müharibələrini də belə hücumlardan hesab etmək olar. Onlar insanların və ya şirkətlərin datalarını əldə edərək dövlət daxilində çaxnaşma yaratmaq, hərbi bazalara hücum edərək rəqəmsal alətlərin köməyi ilə idarə olunan döyüş vasitələrini sıradan çıxarmaq məqsədi daşıyır. Bu kimi hücumlardan ayrı-ayrı müharibələrdə dəfələrlə istifadə olunub. Müasir dünyada müharibələr yalnız soyuq silahlarla aparılmır. Artıq iqtisadi boykotlar, ekoloji çirkləndirmələr, bioloji silahlar da müharibələrdə döyüş aləti kimi istifadə olunur. Bunlardan ən təhlükəli olanlarından biri isə rəqəmsal silahlardır. Bu kimi hücumlar müxtəlif yollarla aparıla bilir. Ya birbaşa əks mövqedə olan ölkənin sisteminə keçid edilir və məlumatlar oğurlanır, ya da fərqli vasitələrlə vətəndaşların şəxsi məlumatları ələ keçirilir. Müasir dövrün ən gərgin müharibələrindən biri də İran, İsrail, ABŞ müharibəsidir. Adı çəkilən döyüşlərdə də kiber hücumlardan istifadə olunur. İranlı hakerlər ABŞ-nin neft və qaz şirkətini, eləcə də İsrail və Birləşmiş Ərəb Əmirliklərindəki təşkilatları hədəf alıblar. Haker hücumlar saxta iş elanlarını viruslarla çirkləndirən linkləri əhatə edib. Mütəxəssislər bildirirlər ki, müharibələrdə bu kimi məlumatlar çox önəmli rola malik olur. Müasir dövrdə kiber dəladuzlar nəinki sizin kiçik datanızdan, bu toplanan datalardan istifadə edərək sosial mühəndislik dediyimiz adımlara başvururlar. Məsələn, sizin datanızdan istifadə edərək sizi tanıyan başqa bir insana gedərək onu kiber dəladuzluq vasitəsilə aldada bilirlər. Hazırda da həmin şirkətlərin ən böyük varlığı onların sahib olduğu süni intellekt alətləri və yaxud da sistemləridir. Məhz həmin datalarla siz həmin şirkətə məxsus hər hansı bir süni intellekt belə deyək şəbəkəsinə və yaxud da müəyyən bir şəbəkəyə daxil olduqda artıq həmin datalardan istifadə edərək onlara məxsus olan nəinki artıq informasiyanı, onların dəyərini, qiymət yaradan varlıqları da ələ keçirmiş olursunuz. Məhz bu səbəbdən artıq kiber dəladuzlar məhz bu kiber müharibələrdə şirkətləri də hədəf almış olurlar. Müasir dövrün ən narahat edici mərhələsi hesab olunan rəqəmsal silahlar bundan əvvəlki dövrlərdə də istifadə olunub. 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi zamanı kiber hücumlar ilk dəfə hərbi əməliyyatlarla bərabər şəkildə həyata keçirilib. Həmin tarixlərdə media platformaları və kommunikasiya sistemləri hədəf alınıb. Hücumun məqsədi informasiya axınını zəiflətmək və dövlət koordinasiyasına təsir göstərməkdir. 2010-cu ildə Stuxnet virusu İranın nüvə proqramına ciddi zərbə vurması ilə yadda qalıb. Zərərli proqram nüvə obyektlərində istifadə olunan avadanlıqları sıradan çıxarmaq üçün hazırlanmışdı. Davam edən Rusiya-Ukrayna müharibəsində də rəqəmsal silahlardan istifadə olunub. 2022-ci ilin əvvəlində Ukraynanın onlarla dövlət saytına hücum təşkil olunub. Bəzi platformalarda qorxu yaratmağa hesablanmış mesajlar yerləşdirilib. Müharibə ərəfəsində isə Whispergate və Hermetic Viper adlı zərərli proqramlar vasitəsilə dövlət və hərbi sistemlərdə məlumatların silinməsinə yönələn hücumlar həyata keçirilib. Mütəxəssislər bildirirlər ki, müasir dövrdə rəqəmsal hücumlar kifayət qədər təhlükəlidir. Onlardan qorunmaq üçün kiber təhlükəsizlik sistemi kifayət qədər güclü olmalıdır. Kiber hücumlar vasitəsilə ilk öncə bu məlumatları, hansı ki gizli saxlanmalı olan məlumatlar əldə oluna bilər. İkincisi silahlara müdaxilə oluna bilər. Bildiyiniz kimi dronlardan son yeni müharibələrdə aktiv şəkildə istifadə olunur. Əmin ola bilər ki, xüsusi virus və digər texnoloji müdaxilələrdən sonra onların fəaliyyətində də bəzi dəyişikliklər ola bilər. Əlbəttə bir dövlətin ana sütunu olan sistemləri də çöktürərək kiber hücumlar vasitəsilə siz müharibənin gedişatını dəyişə bilərsiniz. İnsanların təməl ehtiyaclarını qarşılayan bank sistemidir, daha sonra kommunal sistemidir və digər sistemləri çöktürərək insanların arasında ajotaj yaradıb müharibəyə kifayət qədər təsir etmək mümkündür. Göründüyü kimi müharibələrin də xarakteri artıq dəyişkən bir hal alır. Bir vaxtlar döyüşlərin nəticəsi oxlarla, raketlərlə, tanklarla həll olunurdusa, bugün kiber hücumlar müharibənin aqibətini dəyişir. Məhz buna görə də müasir dövrdə təkcə canlı heyət və ya zirehli texnikaya deyil, həm də kiber təhlükəsizlik sahəsində diqqət ayrılması vacib amillərdən hesab olunur.
Davam edək və biraz əvvəl Ermənistan-Rusiya münasibətləri ilə bağlı, xüsusən də Rusiya tərəfinin rəsmi mövqeyi ilə bağlı bir neçə xəbəri təqdim elədim. Bu arada bir məlumat da var. Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Respublikaçılar İnstitutu ölkədə sorğu aparıb. Söhbət Ermənistanda aparılan sorğudan gedir və respondentlərin əksəriyyəti ölkənin düzgün istiqamətdə irəlilədiyinə inandığını deyib. Yerli medianın məlumatına görə Ermənistan düzgün yoxsa səhv istiqamətdə irəliləyir sualına rəyi soruşulanların 61%-i düzgün istiqamətdə irəlilədiyini, 28%-i isə səhv istiqamətdə olduğuna inandığını bildirib, 11% isə heç bir cavab verməyib. Amma ümumilikdə baxın, bunlar Rusiya üçün yaxşı nəticə deyil. Çünki baş nazir Nikol Paşinyanın xarici siyasət kursu bəllidir. Bu Rusiya yönümlü kurs sayılmır. Belə ki, Moskvanın iqtisadi xarakterli təzyiqləri də bunu deməyə əsas verir ki, erməni əhalini bu müddət ərzində qorxutmayıb. Gəlin suallara cavab tapaq. Studiyamızın qonağı siyasi şərhçi Tamila Qulamidir. Tamila xanım, xoş gəlmişsiniz. Salamlayıram sizi. Xoş gördük, hər vaxtınız xeyir olsun, Rəhman bəy. Rusiya tərəfinin yeni açıqlamaları var. Artıq davamlı xarakter almağa başlayıb və hər üç açıqlamadan birində də Ukraynanın adı çəkilir və Ermənistana xatırladılır ki, siz əgər qərb yönümlü siyasətə davam edəcəksinizsə, onda Ukraynanın aqibəti sizi də gözləyir. Bu dəfə Dmitri Medvedev açıqlama verib. Ermənistan isə kursu dəyişmək niyyətində deyil, daha sərt addımlarla Rusiyanın üzərinə gedir. Paşinyan hökumətinin hesablamaları Rusiya ilə bağlı nə ola bilər? Ümumi götürsək, Paşinyan hökumətinin hesablamaları Rusiya ilə bağlı onu deməyə əsas verir ki, Ermənistan Rusiya yaxınlığında nə qədər də ondan dəstək görmüş olsa belə iqtisadi, siyasi cəhətdən, əsasən də bilirsiniz ki, iqtisadi əməkdaşlıqları yüksək səviyyədə idi. İndi də hələ ki davam edir və Ermənistan çox gözəl bilir ki, bugün Rusiyanın Ukraynada başı qarışıb və Paşinyan hakimiyyəti hətta 2020-ci il məğlubiyyətindən sonra 44 günlük səfər Azərbaycan Ermənistan üzərində qalibiyyət qazandıqdan həmən sonra Paşinyan hökuməti sülh müqaviləsinin imzalanması istiqamətində bugün artıq 6 ildir sülh müqaviləsi məsələsi gündəmdə davam edir və Paşinyan hər zaman post-Putin dönəmini gözləyirdi. Və artıq elə bir məqama gəlib çatıldı ki, çünki xatırlayaq 2023-cü ilə qədər, çünki 2023-cü ilin 19 sentyabrına 20 sentyabrına keçən gecə Azərbaycanın antiterror tədbirləri öz ərazilərində həyata keçirdikdən və Ermənistanın qeyri-qanuni silahlı birləşmələrini bu ərazilərdən qovduqdan sonra Ermənistan hakimiyyəti növbəti bir mərhələyə qədəm qoydu və çox gözəl anladı ki, bundan o tərəfə artıq Azərbaycanla müəyyən bir savaşlar etməyin heç bir mənası yoxdur. Amma 2023-cü ilə qədər bugünkü Ermənistan Xarici İşlər Nazirliyi Ararat Mirzoyan belə Birləşmiş Millətlər Təşkilatının təhlükəsizlik konfransında Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Okamponun Ayrayik Arutunyanın təqdim etdiyi sənədlər əsasında Ermənistan Qarabağ məsələsi ilə bağlı, qondarma Dağlıq Qarabağ məsələsi ilə bağlı qeyd etdiyi ifadələri Ararat Mirzoyan istifadə etmişdi. Və hətta bu günlərdə belə Okamponun Ararat Mirzoyanla əlaqələrinin olması məsələsi gündəmdədir. Hətta bəzi suallar yaranır ki, görəsən Ermənistan hakimiyyəti ikili mi oynayır? Çünki Azərbaycana qarşı biz hər birimiz bilirik ki, Okamponun dəfələrlə istər Moldovada, istər Gürcüstanda, istərsə də Ermənistanda separatizmi dəstəklədiyinin şahidi olmuşduq. Və bu məqamda Ararat Mirzoyanın, məsəl üçün, Belçika parlamentinin Ermənistanla bağlı bəyanatını, Qarabağ məsələsinə bağlı bəyanatını dəstəkləməsi və Avropa parlamentinə Alen Simonyanın təşəkkür etməsi biraz fikirləri qarışdırmış ola bilər. Amma bu da onun göstəricisidir ki, Ermənistan etibarlı tərəfdaş deyil. Amma bugün Ermənistanın başqa çarəsi də yoxdur. Çünki Ermənistan, xüsusilə də Paşinyan hakimiyyəti çox gözəl bilir ki, əgər Rusiyaya yenidən dönmüş olsalar, Ermənistan xalqı yenidən bir müharibə ilə qarşı-qarşıya qala bilər. Amma Ermənistan, xüsusilə də Paşinyan çox gözəl gördü ki, 44 günlük savaş onu tərbiyələndirdi və unutmayaq, çünki Paşinyan 2019-cu ildə 18-ci ildə dekabrda seçildikdən sonra biz onun çıxışlarında şahid olmuşduq. Qarabağ Ermənistandır deyirdi. Hətta ölkə başçısı ilə müəyyən bir debatlarda da biz onun fərqli istiqamətdə çıxışlarının şahidi olmuşduq. Amma 2023-cü ildən sonra Paşinyan artıq, xüsusilə də bilirsiniz ki, 2025-ci ilin iyul ayının Əbu-Dabidə Azərbaycan və Ermənistan arasındakı münasibətlərdə sülh müqaviləsinin imzalanması istiqamətində tamamilə fərqli bir məcraya yönəldiyini şahidi olduq.
Paşinyan bilir ki Ermənistan müharibəyə hazır deyil. Müharibə etmək də istəmir. Nə qədər də Fransadan silahlar almış olsa belə. Mən bunun Azərbaycana qarşı yönləndirilməsini o qədər də məqbul hesab etmirəm. Çünki məncə Paşinyan, bugünkü hakimiyyət Rusiyadan biraz özünü qorumaq üçün bu istiqamətdə qərb yönümlülük təqdim edir. Hətta bilirsiniz ki, nə qədər də Makron Ermənistanda olanda sülh quruculuğundan danışmamış olsa belə, Makron öz artıq sosial şəbəkə hesabında Azərbaycan prezidenti Cənab İlham Əliyevlə telefon danışığında sülhdən də danışdığını vurğulamışdı. Düzdür, biz Azərbaycan hakimiyyətinin Fransanın bu istiqamətə çıxışlarına ehtiyacı olmadığının biz ölkə başçısında belə deyək də, belə qənaətə gələ bilərik. Çünki orada dövlət başçısı sülh müqaviləsinə bağlı hər hansısa bir cümlələr ifadə etməmişdi. Yəni, bu onun göstəricisidir ki, Ermənistan çox gözəl bilir ki, Azərbaycan artıq 30 il əvvəlki Azərbaycan deyil. Və bugün Azərbaycan Avropa, Asiyanı birləşdirən qüvvədir. Xüsusilə TRIP layihəsini biz gündəmə gətirsək, bugün Ermənistana da bu lazımdır. Ermənistan Amerika Birləşmiş Ştatları ilə, Qərblə daha yaxın münasibətlər sərgiləyir və bununla da Avrointeqrasiyaya doğru addım attığını bilir. Baxmayaraq ki, Rusiya Ukraynanı ona xatırladır. Amma Ukraynanı xatırlatmış olsa belə bir ifadə var, atalar sözü kimi, ölmək ölməkdir, xırıldamaq nə deməkdir? Ermənistanın hakimiyyəti düşünürəm ki, bu istiqamətdə addım atır və Paşinyan dünyaya yeni, müstəqil bir Ermənistan təqdim etmək istəyir. Bunu bir haşiyə çıxım ki, düzdür, Ermənistan heç vaxt dırnaq arası daydaysız yaşaya bilməyib. Bugün də Qərbi öz arxasına almağa çalışır. Hətta görürsən, Amerika Birləşmiş Ştatlarının sorğu istiqamətində apardığı, belə deyək də, daha doğrusu apardığı sorğular onu deməyə əsas verir ki, hətta Ermənistanda insanların 68%-in Ermənistanın doğru yolda addımladığını deməsi artıq qərb yönümlü olmasının göstəricisidir. Çox maraqlıdır. Bu arada sabah Amerika Birləşmiş Ştatlarının dövlət katibi Rubio Ermənistana səfərə gələcək. Mirzoyanla görüş planlaşdırılıb. Bəlkə Paşinyanla da bir görüş oldu. Bunu təxmin edirik. Amma Rubionun belə bir gərgin geosiyasi vəziyyətdə olduğu vaxtda Ermənistana səfərinin məqsədini nə ilə izah edə bilərik? Çünki Vaşinqtonun Tehranla hələ də razılaşdırmamış bir memorandumu var, gərgin danışıqlar gedir. Ermənistana gəlmək niyə bu qədər vacibdir? Ermənistana gəlmək Ermənistan üçün vacibdir və Amerika Birləşmiş Ştatlarında bayaq qeyd etdiyim kimi TRIP layihəsi üzərindən atdığı addımlar davam etməlidir. Çünki bugün Amerika Birləşmiş Ştatlarına orta dəhliz layihəsində nəzarəti ələ keçirmək bir belə kobud dildə desək çox vacibdir və əsla Cənubi Qafqazda Amerika Birləşmiş Ştatları istəmir ki, Rusiya güclənsin. Çünki Amerika Birləşmiş Ştatları güclənməsini istədiyi dövlətləri gücləndirir, müharibəni başladır, müharibəni bitirir və hər şeyə nəzarət edən Amerikanın özüdür. Və bugün Rubionun artıq sabah Ermənistana səfəri həm də onun göstəricisidir ki, Ermənistanın daxilində mesaj verir ki, biz Paşinyanın arxasındayıq. Bugün bu Paşinyana çox vacibdir. Hətta xatırlayaq ki, 2021-ci il seçkilərində də o burayında belə deyək, Ermənistana səfər etmişdi. Müəyyən bir Amerika Birləşmiş Ştatlarının vəzifəli şəxsləri Ermənistana səfər edərkən göstərirdi ki, biz Paşinyanın yanındayıq, siz də doğru yoldasınız və mütləq şəkildə qərbə inteqrasiya etməkdən qorxmaq lazım deyil. Və Ermənistan da çox gözəl bilir ki, Azərbaycan Respublikasında Amerika Birləşmiş Ştatlarına münasibətləri çox normal məcrada davam edir. Ona görə də bu məsələlərdə həm də onu görmüş oluruq ki, Ermənistan cəmiyyəti 2021-ci ildə 650 min səslə Paşinyanı qalib etmişdi. Və o Paşinyanı qalib etmişdi ki, uduzmuşdu bu, məğlubiyyətə uğramışdı bu hakimiyyət. Və yenə də altını çizərək qeyd etmək istəyirəm ki, Ermənistan cəmiyyəti bir də Paşinyan əgər qalib gəlsə göstərmiş olacaq ki, əsla müharibəni istəmir. Nə qədər də etibarlı tərəfdaş olmasalar belə, Ermənistan da çox gözəl anlayır ki, Qarabağ məsələsini Paşinyan da dediyi kimi Rusiyanın bir tələsiydi və bir konflikt ocağı kimi özünün əlində saxlayırdı, Cənubi Qafqazdan çıxmasın. Bugün Rusiya Ukrayna ilə müharibədədir, 4 ildir
3 günə, 4 günə zəbt edəcəyim Kiyevi və Ukraynanı işğal altında saxlayacağını vurğulamış olsa belə 4 ildə artıq Rusiya bugün Ukrayna ilə savaş halındadır və göz qabağındadır ki, Ukrayna 4 il ərzində hansı belə deyək, nailiyyətlər əldə edib. Nə qədər də itkiləri olsa, nə qədər də zərbələr altında olmuş olsa belə, hətta dünən, ötən gün Ukraynaya endirilən zərbələrin nə qədər ağır olduğunu görmüş olsaq belə, bugün Ukrayna dünyaya ixal və ixrac edir hərbi sənayesini, hətta inkişaf etdirir və bundan sonra da düşünürəm ki, Ukraynanın heç bir qərbin dəstəyi olmadan bir il yarım da Rusiyanın qabağında dayana biləcək. Paşinyan da bunu çox gözəl bilir. Ona görə də müəyyən bir müddətdə Rusiyanın qarşısında boy göstərməyə çalışır. Mən bayaq sorğudan danışdım. Düzdür, Amerika mərkəzli institut tərəfindən bu sorğu aparılıb, amma nəticələr ürəkaçan hesab edilə bilər. Çünki bayaqlarda qeyd etdik ki, rəyi soruşulanların 61%-i hazırda Ermənistan hökumətinin apardığı siyasəti qəbul edirlər, bəyənirlər, inanırlar. 28% rədd edir Paşinyan hakimiyyətinin siyasətini, 11% isə cavab verməkdə çətinlik çəkib. Siz bu sorğuları real hesab edə bilərsinizmi? Yoxsa ümumiyyətlə Amerika mərkəzli bir institut indiki məqamda bu cür məqbul hesab etdiyinə görə nəticələri belə açıqlayıb? Amerika mərkəzli bir sorğu olaraqdan Ermənistan daxilində bu belə deyək də sualları aparmış olsa belə, düşünürəm ki, yenə də bayaq qeyd etdiyim kimi Amerika Birləşmiş Ştatlarının aid olan bir belə deyək institutdur və Ermənistan xalqı da bunu çox gözəl bilir. 68% çox böyük rəqəmdir. Həddindən artıq böyük rəqəmdir. Hətta o 11 nəfərin cavab verməkdə çətinlik çəkdiyini hesablamış olsaq belə düşünmürəm ki, o 11 nəfər Rusiya yönümlü adamlardır. Müəyyən bir narahatlıqları olan tərəflər ola bilər. Bəli, cavab verməyiblər. Yəni, cavab vermirlərsə, bu artıq mənfi istiqamət demək deyil. Demək, onun fikrini dəyişdirmək olar. Bu artıq 70%, 75%-ə yaxındırsa, bu çox ciddi rəqəmdir və xəbərdə də oxuduğunuz kimi Rusiya üçün pis nəticədir. Həddindən artıq pis nəticədir. Çünki bugün Rusiyanın Ermənistanda edə biləcəyi və Ermənistan cəmiyyətinin səsini ala biləcəyi addımları yoxdur. Bugün Ermənistanda yepiskopa qarşı, baxın, miyatsum ideologiyası var idi Ermənistanda və bu qədər ideologiyanın daşıyıcısı olan dənizdən dənizə Ermənistan xəyalları ilə yaşayan Ermənistan cəmiyyəti yepiskopa qarşı aparılan bu, belə deyək də, Paşinyanın siyasətinə qarşı çıxmadılar. Kiçik-kiçik aksiyalar oldu, o da müəyyən bir qruplara aid idi. Bu, hər kəsə bəlli idi ki, Rusiyanın separatizmini dəstəkləyən qüvvələri idi. Hakim dairədir, 3 partiya əsas olaraq o gündəmdədir. 5 milyard büdcəsi olan hakim partiyadır, 2 milyard Karapetyandır, 1 milyard da səhv etmirəmsə Köçəryanın partiyasına aiddir və ən çox Karapetyan reklam sahəsində irəliləyir, reklam bazarını demək olar ki, əlinə alıb və bu reklam bazarı sayəsində Ermənistanın, İrəvanın demək olar ki, əksər yerlərində onun şəklini görə bilərik. Amma bugün Karapetyanı da dəstəkləyən qüvvələr kifayət qədər Paşinyanı məğlubiyyətə uğradacaq qüvvələr deyil. Və yenə də deyirəm, Paşinyan çıxışlarında bu, belə deyək də, partiyaları daha çox müharibə istəyən partiya kimi qələmə verir. Çünki xalq da bilir ki, əgər bu adamlar Rusiyanın dəstəkləyən qüvvələr hakimiyyətə gəlmiş olsalar belə, Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsi geriyə doğru gedəcək və yenidən addım atmaq lazım olacaq və bu da sülh istiqamətində olan addımlar olmayacaq. Tamila xanım, deməli, cəmiyyətdə ən çox danışılan mövzulardan biri o idi ki, Rusiya Ermənistanı qazın qiymətini artırmaqla cəzalandıra bilər. Təxminən 3 gün bundan qabaq Paşinyanın bir çıxışı oldu. Qeyd elədi ki, Rusiya bizə satdığı qazın qiymətini artıra bilməz. Bu qədər rahat danışdı. Sual verdilər, niyə? Qayıtdı ki, müqavilənin şərtlərinə görə qazın qiymətini Rusiya istədiyi vaxt salıb qaldırmaq imkanına malik deyil. Bu variantı qoyuruq bir qırağa. İkinci bir variant Rusiyanın hərbi bazaları ilə bağlıdır. Həmin hərbi bazaların xidmətindən Rusiya artıq hansı halda istifadə etməyə başlaya bilər və ümumiyyətlə edərmi? Rusiyadan hər şey gözləmək olar və Gümrüdə qeyd etdiyiniz kimi hərbi bazanın olması bu xüsusi qorxulu məqamlardan biridir Ermənistan üçün. Amma Ermənistan bilirsiniz ki, Gümrüdə xüsusilə də Paşinyan biraz fərqli cür qarşılanır. Niyə? Çünki Gümrüdə hərbi bazanın kontingenti var, onların ailələri var, müəyyən bir təbliğat aparırlar orada və həmin ərazidə Rusiyanın
dəstəklədiyi qüvvələri yaşayırlar. Amma təkcə səs verməyə gəlincə, Rusiya yönümlü qüvvələr hər hansısa bir dəyişiklik edə bilməz Paşinyana qarşı. Amma müəyyən bir qarşıdurmalar ola bilər hərbi istiqamətdə. Paşinyana qarşı sui-qəsd ola bilər. Biz bunu dəfələrlə sizin efirlər vasitəsilə qeyd etmişdik. Çünki çox təəssüf olsun ki, Amerika Birləşmiş Ştatlarının Venezuelada həyata keçirdiyi Maduranı belə deyək də götürməsi Rusiya üçün bir nümunə kimi ola bilər və bunu çox rahat şəkildə də əsaslandırmış ola bilər. Məsələn, bu da gözləniləndir ki, uzaq başı olsa, Paşinyana qarşı müəyyən bir sui-qəsdlər ola bilər. Amma bugün Paşinyan çox cəsarətli addımlar atır, o bir ürək də göstərir. Bu onun göstəricisi ki, cəsarətli bir ürəyə malikdir və xalqı da öz yanında saxlayır. Görünən də budur ki, Ermənistan cəmiyyətində Paşinyanı dəstəkləyən qüvvələr həmin o Karapetyanı, Köçəryanı ümumiyyətlə yoxdur. Çünki baxmayaraq ki, Köçəryan hakimiyyətdə olduğu dönəmdə Azərbaycan torpaqlarını işğal edib Ermənistana birləşdirmək istəyən qüvvə idi. Amma paradoksal hal da bundan ibarətdir ki, Paşinyan o torpaqları, belə deyək, ermənilərin təbirici uduzdu. Köçəryan isə o torpaqları Ermənistana birləşdirmək istəyirdi və böyük Ermənistan vermək istəyirdi dünyaya. Xalq, yenə də mən dönə-dönə bunu ifadə edəcəm ki, xalq müharibə istəmir. Çünki xalq düşünür ki, Paşinyan onlara belə bir həm də təbliğat aparır ki, biz müharibə edəcəyimiz təqdirdə əlimizdə olan torpaqları da itirə bilərik. Görünən odur ki, Moskvanın əlində o qədər də böyük alətlər qalmayıb. İndi biz qazın qiymətindən falan danışdıq. İndi baxıram, bir neçə dəqiqə bundan qabaq Dmitri Peskovun açıqlaması olub Rusiya mediasına. Deyir, Ermənistan Avrasiya İqtisadi İttifaqını tərk etmək qərarına gələrsə, həmin ölkə üçün qazın güzəşli qiyməti bazar əsasında formalaşmağa başlaya bilər. Yəni, beynəlxalq bazarda nə qiymətdirsə, biz Ermənistana bu qiymətə həmin o qazı sata bilərik. Düzdür, bunun əksini Paşinyan vurğulamışdı. İndi Rusiyanın da iddiası belədir. İndi müqavilədə hansı detallar yer alıb, biz bunu bilmirik. Görünən odur ki, Moskvanın əlində artıq belə böyük alətlər qalmayıb. Razısınız bundan? Bundan çox razıyam və xüsusilə də Azərbaycan və Ermənistan arasında imzalanması gərəkən sülh müqaviləsi kimi var. Azərbaycan da bilirsiniz ki, Azərbaycanın 4 kəndi var ki, Ermənistan onu geri qaytarmalıdır. Bugün Azərbaycan belə o istiqamətdə Ermənistana güzəşt eləyir. Ki, seçki qabağı, biz artıq bir ildir bunun şahidi oluruq ki, seçki qabağı Ermənistanı çətin vəziyyətə salmaq istəmir, hazırki hakimiyyətini çətin vəziyyətə salmaq istəmir və xalqın qarşısında müəyyən bir manipulativ addımlar atması üçün Rusiyanı dəstəkləyən qüvvələrin əlinə bir fürsət vermir. Ona görə də düşünürəm ki, növbəti addımlarda hətta Ermənistanın alternativ qaz almaq üçün müəyyən bir ölkə ola bilər ki, onlara müraciət etsin. Amma hal-hal sizin də qeyd etdiyiniz kimi Paşinyan deyir müqavilədə imzaladıkları müqavilənin nə olduğunu deyən ki, orada maddələr var və Paşinyan əgər bunu deyirsə, demək ki, Rusiya sadəcə olaraq müəyyən bir bleflər edir və Ermənistan cəmiyyətini qorxutmaq üçün bu kimi çıxışlar eləyir. Tamila xanım, çox sağ olun. Təşəkkür edirəm dəvətimizi qəbul etdiyiniz üçün. Studiyamızın qonağı siyasi şərhçi Tamila Qulami ilə danışdıq. Xüsusən də Cənubi Qafqaz, Ermənistan-Rusiya münasibətləri bizim üçün önəmli idi. Çünki son açıqlamalar Rusiyanın Ermənistana təzyiqinin artmasını xəbər verən açıqlamalar idi. Təbii ki, yeni məlumatlar olarsa proqramın gedişatında müzakirəyə qayıdacağıq, amma digər istiqamətlər də var. Onları da danışmaq lazımdır. Bəs onlar hansılardır? Anonslardan öyrənək. Gəldi. Amerika Birləşmiş Ştatları təzminat ödəyəcək. Əks halda Hörmüz boğazı açılmayacaq deyildi. Vaşinqtonun cavabı necə olacaq? Avropa Rusiya-Ukrayna müharibəsinin dayandırılmasında iştirak edəcək namizədini açıqladı. Finlandiya prezidenti danışıqlar üçün nəzərdən keçirilir. Tutub 4 illik gərginliyi yekunlaşdıra biləcək. İrandan müharibə mesajı gəldi. Amerika Birləşmiş Ştatları təzminat ödəyəcək. Əks halda Hörmüz boğazı açılmayacaq deyildi. Vaşinqtonun cavabı necə olacaq? Avropa Rusiya-Ukrayna müharibəsinin dayandırılmasında iştirak edəcək namizədini açıqladı. Finlandiya prezidenti danışıqlar üçün nəzərdən keçirilir. Tutub 4 illik gərginliyi yekunlaşdıra biləcək.
Yaxın Şərqdə gedən proseslərə diqqət yetirək, Amerika Birləşmiş Ştatları ilə danışıqlarda əsas məsələ müharibənin dayandırılmasına yönəlib. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözcüsü İsmail Bəqai bugünkü brifinqdə bildirib. O deyib ki, hazırki mərhələdə nüvə proqramının detalları müzakirə olunmur. Xarici İşlər Nazirliyinin sözcüsü qeyd edib ki, Livanda müharibənin dayandırılması məsələsi ilkin razılaşma layihəsinə daxil edilib. Bəqainin sözlərinə görə son günlərdə baş verən irəliləyiş Pakistanın vasitəçiliyi və digər bəzi ölkələr vasitəsilə aparılan bir neçə həftəlik danışıqların nəticəsidir. Müzakirə olunan məsələlərin böyük bir hissəsi nəticəyə gəldiyimizi deyə bilər. Lakin bu, sazişin yaxın zamanda imzalanacağı anlamına gəlmir, o vurğulayıb. Bəqai əlavə edib ki, ABŞ-də siyasi xətt sabit deyil və mövqe eyni zamanda baxışlarda ziddiyyətli dəyişikliklər mövcuddur. İranın Xarici İşlər Naziri Abbas Araqçinin New Yorka səfəri baş tutmayacaq. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözcüsü İsmail Bəqai bugünkü brifinqdə bildirib. O qeyd edib ki, viza problemi yarandığı üçün səfər ləğv edilib. Qeyd edək ki, Araqçı Çinin BMT Təhlükəsizlik Şurasına dövrü sədrliyi çərçivəsində beynəlxalq sülh və təhlükəsizlik məsələlərinə dair Xarici İşlər Nazirlərinin xüsusi iclasına dəvət olunmuşdu. Amerika Birləşmiş Ştatları və İran çərçivə sazişini demək olar ki, razılaşdırıblar. Sənəd təxminən 95% hazırdır. Bu barədə Fox News məlumat yayıb. Hazırda detallarla bağlı müzakirələr davam edir və danışıqların daha 5-7 gün uzana biləcəyi bildirilir. Eyni zamanda söhbət nüvə sazişindən deyil, daha çox Hörmüz boğazı ilə bağlı razılaşmalardan gedir. İran isə dondurulmuş aktivlərinin açılması və sanksiyaların yumşaldılması müqabilində blokadanı aradan qaldırmağa hazırdır. Məlumatda qeyd olunur. Hörmüz boğazının açılmasının tərcüməsi və mənası İranın düşmənlərin təcavüzünə, hərbi, iqtisadi və siyasi hücumlarına qarşı tərk silah edilməsi deməkdir. Bunu İranın ali rəhbərliyinə bağlı Keyhan qəzetinin baş redaktoru bildirib. Təəssüf ki, rəsmilər və ABŞ ilə dialoq və mesaj mübadiləsində iştirak edənlər ictimaiyyətə dəqiq hesabat və ya danışıqların nəticələri barədə çox məlumat vermirlər, o qeyd edib. Şəriət mədarinin sözlərinə görə İran ABŞ-dən təzminat tələbindən, onu cəzalandırmaqdan və Hörmüz boğazını öz ərazisi kimi idarə etməkdən imtina etməyəcək. Amerikanın vədi günəş altında buz üzərində rəsm çəkmək kimidir. Düşmənin danışıqlar bəhanəsinin əksinə olaraq durum müharibə vəziyyətindədir. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump bir çox ərəb və müsəlman liderlərindən İranla müharibəyə son qoymaq üçün razılıq əldə ediləcəyi halda İsraillə normallaşma müqavilələri imzalamağa çağırıb. Bu barədə ABŞ-da yerləşən Axios xəbər agentliyi məlumat yayıb. Trumpın İsrail və ərəb ölkələri arasında yeni normallaşdırma razılaşmaları əldə etməyi hədəflədiyi mesajı İran müharibəsindən bəri yaxın şərqdə atmağı planlaşdırdığı ən böyük diplomatik addım kimi qəbul edilir. Trumpın əsas məqsədinin Səudiyyə Ərəbistanı ilə İsrail arasında tarixi normallaşma razılaşması olduğu vurğulanır. Lakin bölgədəki mövcud siyasi atmosfer və qarşıdan gələn İsrail seçkiləri səbəbindən qısa müddətdə irəliləyiş əldə etməyin olduqca çətin olacağı bildirilir. Məhəmməd Baqir Qalibaf daha bir il müddətinə İran parlamentinin sədri seçilib. İran İslam Şurası Məclisinin 12-ci çağırışının rəhbərliyinə keçirilən seçkilər başa çatıb. Seçki nəticəsində Məhəmməd Baqir Qalibaf ardıcıl 3-cü dəfə parlamentin sədri seçilib. İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubundakı Nəbatiyyə vilayətinə indirdiyi zərbələr nəticəsində 11 mülki şəxs həlak olub. Bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İsrail təyyarələri Sirəl Qərbiyyə yaşayış məntəqəsində 3 mərtəbəli yaşayış binasını bombalayıb. Nəticədə bir uşaq və 6 qadın daxil olmaqla 11 nəfər ölüb, daha 9 nəfər yaralanıb. Yaralananlar arasında 4 uşaq və 1 qadın var. Hazırda dağıntılar altında axtarış xilas etmə işləri davam etdirilir və ölənlərin sayının artacağı da istisna edilmir.
Yaxın Şərq xəbərlərini təqdim etmişkən elə Birləşmiş Ştatlarla İran arasında son bir neçə gün davam edən prosesləri, xüsusən də razılaşmalarla bağlı. Bax, bunları müzakirə edək. Birbaşa bağlantıda siyasi şərhçi Pərviz Mirizadə suallarımıza cavab verəcək. Pərviz bəy, hər vaxtınız xeyir olsun. Salam, hər vaxtınız xeyir olsun. Əslində biz ötən gün gözləyirdik İranla Amerika Birləşmiş Ştatları arasında çərçivə sazişi imzalanar. Çünki Rubio da ötən gün Hindistanda olarkən bununla bağlı müsbət açıqlamalar vermişdi. Amma proses uzanır. İndiki mərhələdə memorandumun imzalanmamasının səbəbi nədir və hadisələr niyə gecikməklə baş verir? Təbii ki, Birləşmiş Ştatlar və İran arasında baş verən proseslər hal-hazırda pasiv fazada inkişaf etsə də, yəni ikili münasibəti kifayət qədər gərgin və bir o qədər də mürəkkəbdir. Təbii ki, bu bir neçə gündür bu yayılan xəbərlə məhz gözlənilən memorandum imzalanmaması da, ya ki, bunun gecikməsi bir növ hesab edirəm ki, məhz İran daxilində bu prosesə qarşı bir növ radikal qüvvələrin, yəni buna müxalif qüvvələrin olması ilə əlaqələndirilməlidir. Təbii ki, İran və Birləşmiş Ştatlar arasında danışıqlar müstəvisində, yəni müxtəlif maddələr və memorandum çərçivəsində, yəni memorandum daxilində müxtəlif maddələr və say tərkibi də müxtəlif ola bilər. İrad sürülə bilər. Bu, müəyyən mənada bununla bağlı hətta 99% belə deyək ki, razılaşma ola bilər. Lakin İran və Birləşmiş Ştatlar danışıqlarında, yəni Tehran və Vaşinqton arasında həlledici məsələlər var ki, bu məsələlərdə danışıqların, bu məsələlərdə razılaşmanın və hər hansı bir irəliyə aid bir müsbət tendensiyasının olmaması prosesi ləngiyən əsas faktorlardan biridir. Təbii ki, Birləşmiş Ştatlar və İran arasında əsas düyüm nöqtəsi məhz İranın nüvə proqramı fonunda rəsmi Tehranın balistik raket proqramları, eyni zamanda məhz İranın uzun müddətdir ki, həyata keçirdiyi məhz o proksi qüvvələr və onlara dəstək siyasətidir ki, Birləşmiş Ştatların İran qarşısında əsas tərəfləri bunlardan ibarətdir. Təbii ki, yekun olaraq da məhz müharibə müddətində Hörmüz böhranının ortaya çıxması ilk növbədə yaxın şərqdən başlayaraq qlobal müstəvidə bir iqtisadi çətinliklər yaratdı. Təbii ki, hal-hazırda məhz Hörmüz ətrafında baş verən proseslər məhz o bizim dediyimiz ki, tədarük zəncirində çox ciddi axsamalar və problemlər yaradır. Bunun da ümumiyyətlə qlobal müstəvidə mənfi təsirlər göstərir. Təbii ki, məhz hesab edirəm ki, bu yekun razılaşma İran və Birləşmiş Ştatlar arasında mən indiki mənzərəyə nəzərə alaraq deyə bilərəm ki, yekun razılaşma yaxın perspektivdə mümkün deyil. Hardasa müəyyən qədər bir fasilə və keçici bir razılaşma ola bilər, amma bunun tamamilə yekunlaşmasını mən yaxın perspektivdə proqnozlaşdırmıram. Və bu müstəvidə hesab edirəm ki, bu məhz həmin müddət ərzində tərəflər müəyyən qədər öz kartlarını yenidən masaya yatırmağa və prosesləri məhz o dalına verən məqamları aydınlaşdırmağa və bu istiqamətdə yekun razılaşmağa nail olmağa çalışacaqlar. Lakin vəziyyət o qədər mürəkkəbdir ki, istər Tehran, istərsə də Vaşinqton öz yanaşmalarında radikal dəyişikliklər, yəni köklü dəyişikliklər getmədiyi təqdirdə müddətcə tərəflər arasında yəni hər hansı bir yekun razılaşmanın olmasını gözləmək hesab edirəm ki, sadəlövhlük olar. Yəni hər iki tərəf müəyyən qədər radikal addım geriyə bir radikal addım atmalıdır. Yəni köklü dəyişikliyə getməlidir ki, proses yekunlaşsın. Yəni burada məhz İran tərəfindən bu jestin edilməsini gözləmək hesab edirəm ki, sadəlövhlük olar və inandırıcı gəlməz. Çünki biz bilirik ki, məhz qeyd etdiyim məsələlər hal-hazırda İran daxilində məhz bir növ ideoloji məsələlər kimi önə çəkilir və bu proseslərdən geri çəkilmək İranda çox ciddi domino effekti yarada bilər və bunun üçün də məhz rejimin də çəkindiyi əsas məqamlardan biri budur. Yəni Birləşmiş Ştatlar üçün bu o qədər də belə qeyd edirəm də İran üçün İran qədər yəni bu prosesdə yəni geri çəkilmək təhlükəli tendensiya formalaşdırmasa İran üçün kifayət qədər İran daxilində təhlükəli tendensiya formalaşdıra bilər. Yəni bu mənada rəsmi Tehran tərəfindən çox ciddi güzəştlərin gediləcəyə mən inanmıram. Yəni məsələn həmin güzəştlərə getmək mənasında, yəni istiqamətində müəyyən qədər fikir ayaqları olduğu üçün proses uzanır və
belə deyək də, gedişat dalına dirənmiş vəziyyətdə inkişaf edir. Lakin bəy. hesab edirəm ki, bəli, buyurun. Bu bir maraqlı məqam var. Donald Trump bir çox ərəb və müsəlman liderlərindən İranla müharibəyə son qoymaq üçün razılıq əldə ediləcəyi halda İsraillə normallaşma müqavilələri imzalamağı istəyir. Xüsusən də o ölkələr arasında Səudiyyə Ərəbistanı var. Maraqlıdır. Sanki müsəlman ölkələrinin liderlərinə, müsəlman ölkələrinə bir şərt qoyaraq bu müharibəni dayandırıb dayandırmayacağı ilə bağlı qərar vermək ərəfəsindədir Donald Trump. Ümumiyyətlə, proseslərin gedişatına nəzər saldıqda biz görürük ki, Yaxın Şərq regionu bütövlükdə hal-hazırda müəyyən bir keçid dövrünə qədəm qoymuş vəziyyətdədir. Yəni Birləşmiş Ştatlar, yəni bu cür iddianın atılması Birləşmiş Ştatlar tərəfindən müsəlman dövlətlərinə, yəni ərəb monarxiyalarına böyük ölçüdə şərtlərin qoyulması məsələsi, dedim ki, müəyyən qədər bəlkə də doğru bir tendensiyadır. Lakin reallıq ondan ibarətdir ki, bununla bağlı bəzi dövlətlər razılaşa bilər. Yəni əgər İranla yekun razılaşma olacaqsa, hesab edirəm ki, bu razılaşmanın özü belə yaxın perspektivdə yekun razılaşma mümkün deyil. Lakin yəni işlər tam olaraq qaydasına getsə belə, razılaşma olsa belə, hesab edirəm ki, müsəlman dövlətlərində belə, yəni digər ərəb monarxiyalarında İranla, daha doğrusu İsraillə razılaşma və ya da ki, İsraillə münasibətlərin normallaşması kimi məsələlər bir növ biraz uzaq perspektivdə olan məsələlərdir. Çünki qeyd edim ki, məhz İsrailin Qəzza zolağında, yəni anklavda keçirdiyi hərbi əməliyyatlar, xüsusilə məhz o İbrahim sazişləri perspektivlərində, yəni İbrahim sazişləri perspektivindən kifayət qədər mənfi təsir göstərdi və bir çox ərəb dövlətləri həmin proseslərdən uzaqlaşdırdılar, xüsusilə Səudiyyə Ərəbistan özünü götürür. Yəni bu mənada bəlkə də Yordaniya, Birləşmiş Ərəb Əmirliyi və bu iki qeyd etdiyim dövlət hansısa bir mənada İsraillə razılaşmaya gedə bilər. Çünki hal-hazırda yəni proseslər müstəvisində Birləşmiş Ərəb Əmirliklərində İsrail və Birləşmiş Ştatlarla münasibətləri kifayət qədər yüksək səviyyədədir. Yəni belə bir şərtdə bu dövlətlərdən hansısa bir müsbət irəliləyiş gözləyilmir, amma Səudiyyə Ərəbistanı və digər ərəb monarxiyalarından bu istiqamətdə hər hansı bir müsbət addım atılacağını gözləmək mən hesab edirəm ki, hələlik tezdir. Və reallıq ondan ibarətdir ki, məsələ Yaxın Şərqin əsas, yəni ərəb monarxiyalarında əsas aparıcı qüvvə Səudiyyə Ərəbistanıdır və Səudiyyə Ərəbistanı uzun müddətdir ki, Birləşmiş Ştatlarla arasında olan razılaşmalar, xüsusilə təhlükəsizlik məsələlərində artıq fərqli bir mövqedən çıxış etməyə başlayır. Xüsusilə proseslər çərçivəsində Pakistan qüvvələrin, yəni Pakistan Aviasiyasının və hava hücumundan müdafiə qüvvələrinin hansı ki, həmin sistemlərin arası çin mənşəli sistemlər kifayət qədər dominantlıq göstərir. Yəni bunların Səudiyyə Ərəbistanın yerləşdirilməsi və dolayısıyla Pakistan və Çin arasında münasibətlərlə nəzərə aldıqda burada bir növ bir qənaətli gəlmə olar ki, Səudiyyə Ərəbistanı o Birləşmiş Ştatlardan ümumi olaraq ənənəvi asılılıq mənasını, yəni təhlükəsizlik məsələləri... Pərviz bəy, vaxtımız bitib nəzərə alın, xahiş edərdim. Çin məsələsinə yönəlir və bu istiqamətdə Birləşmiş Ştatların belə deyək hərəkət trayektoriyasını müəyyənləri çərçivələyir. Təşəkkür edirəm, çox sağ olun. Suallarımıza cavab verdiyiniz üçün Yaxın Şərq mövzusunu siyasi şərhçi Pərviz Mirizadə ilə müzakirə etdik. Vaşinqtonda diplomatik masalar yenidən qurulur. ABŞ və İran arasında nüvə danışıqları ilə bağlı müəyyən addımlar var. Amma bu dəfə danışıqların fonu adi deyil. Paytaxt ard-arda təhlükəsizlik zərbələri alır. Ağ evin ətrafında baş verən silahlı insidentlər və Ivanka Trumpa qarşı hazırlanan sui-qəsd planı gündəmi danışıqlar masasından təhlükəsizlik dairəsinə sürükləyib. Belə bir məqamda ortaya suallar çıxır. Bu hücumlar təsadüfidir, yoxsa sövdələşməni pozmaq istəyənlərin psixoloji hücumu? Bunu araşdırmışıq. Rəsmi Vaşinqton hələ də diplomatiyaya şans verilməlidir mesajını qorusa da, son həftələrdə Ağ Ev ətrafında baş verən hadisələr göstərir ki, ABŞ üçün təhlükəsizlik və diplomatiya artıq paralel idarə olunan proseslərə çevrilib. Xüsusilə İranla bağlı həssas mərhələdə yaşanan insidentlər artıq təsadüfi hadisə kimi deyil, siyasi mesaj və təzyiq elementi kimi analiz edilir. Məqsəd isə Vaşinqtonun mövqeyini sərtləşdirmək ya da diplomatik prosesi qeyri-sabitlik mühitinə keçirtməkdir. Bu fonda Ağ Ev ətrafında təkrarlanan silahlı insidentlər diqqəti daha da artırır. İlk hadisə bir ay əvvəl prezident iqamətgahında jurnalistlər üçün təşkil olunan şam yeməyi zamanı qeydə alınmışdı.
Həmin vaxt vitse-prezident postuna əsas namizədlərdən biri olan Vance xüsusi təhlükəsizlik rejimi ilə mühafizə olunurdu. İndi isə oxşar ssenari yenidən təkrarlanır. Şənbə günü 21 yaşlı Nasir Best təhlükəsizlik postuna yaxınlaşaraq gizli xidmət əməkdaşlarına atəş açıb. Hadisə qısa müddətdə nəzarətə götürülsə də, təhlükəsizlik dairələri artıq bu epizodlara təkcə kriminal hadisə kimi baxmır. Yəni məqsəd yalnız fiziki təhdid yaratmaq deyil, əsas hədəf Ağ Evin təhlükəsizlik və toxunulmazlıq imicini zədələmək, paralel olaraq isə siyasi qərar vermə mühitində əlavə gərginlik formalaşdırmaqdır. Donald Trump'ın Vaşinqtonda gələcək prezidentlər üçün təhlükəsiz mühit yaradılmalıdır açıqlaması da diqqət çəkir. Çünki bu mesaj göstərir ki, təhlükə artıq təkcə Trump'ın şəxsiyyəti ilə məhdudlaşmır. Vaşinqton mümkün hədəfin gələcək administrasiya fiqurları və ailəsi olduğunu nəzərə alaraq təhlükəsizlik konsepsiyasını daha geniş çərçivədə qiymətləndirməyə başlayıb. Bu hadisə Ağ Evdə keçirilən şam yeməyində baş verən atışmadan bir ay sonra baş verdi. Vaşinqtonda gələcək prezidentlər üçün təhlükəsiz bir yer yaratmaq lazımdır. Peşəkar hərəkətlərinə görə məxfi xidmətə və hüquq mühafizə orqanlarına da təşəkkür edirəm. Bu mərhələdə diqqət artıq təkcə hücum cəhdlərinə deyil, Ağ Evin özünü necə qoruduğuna yönəlir. Prezident iqamətgahı dünyanın ən mürəkkəb təhlükəsizlik sistemlərindən biri ilə əhatə olunub. Binanın pəncərələri zirehli şüşələrlə qorunur. Dam hissəsində radar və infraqırmızı müşahidə sistemləri işləyir. Əraziyə snayper qrupları, K9 bölmələri və məxfi xidmətin xüsusi postları nəzarət edir. Vaşinqton üzərində hava məkanı məhdudlaşdırılıb, mümkün risklərə qarşı qırıcı aviasiya hazır vəziyyətdə saxlanılır. Kompleksin altında yerləşən nüvəyə davamlı bunker isə ən son müdafiə xətti hesab olunur. Ancaq son hadisələr göstərir ki, müasir təhlükə artıq yalnız fiziki bariyeri aşmağa hesablanmır. Əsas məqsəd dövlətin təhlükəsizlik simvolu ətrafında psixoloji təzyiq və etimad böhranı yaratmaqdır. Və görünür, bu təzyiq tədricən siyasi fiqurların yaxın çevrəsinə doğru genişlənir. Hadisələrin miqyası İvanka Trump'ın adı hallananda daha da dəyişdi. Türkiyədə saxlanılıb ABŞ-yə təhvil verilən İraq vətəndaşı Məhəmməd Əl-Saadi üzərindən Floridadakı evin gizli planları çıxdı. İlkin ifadədə motiv kimi 2021-ci ildə Bağdadda öldürülən general Qasım Süleymaninin qisasını almaq göstərildi. Görünür, İran daxilindəki siyasi balans da işi mürəkkəbləşdirir. Tehranda iki xətt mübarizə aparır. Bir tərəfdə sanksiyaların yumşalması üçün Qərblə anlaşmanı müdafiə edən diplomatik qanat var. O biri tərəfdə regiondakı təsirini itirmək istəməyən Sepaha yaxın sərt xətt. Son hadisələrin ya dövlətin idarə etdiyi təzyiq strategiyası, ya da mərkəzin nəzarətindən çıxmış radikal şəbəkələrin təşəbbüsü olduğu müzakirə olunur. Prezident Trump atışma zamanı Ağ Evdə idi və həmin gün İranla bağlı yüksək səviyyəli telefon danışıqları aparırdı. O, yaxın şərq liderləri və İsrailin baş naziri Benyamin Netanyahu ilə təmasda olmuşdu. Atışma başlayan kimi bizi dərhal brifinq otağına keçirdilər. Təhlükəsizlik qüvvələrinin sürətli hərəkəti göstərirdi ki, hadisə adi insidentdən daha ciddi təhlükə kimi qiymətləndirilirdi. Məhz yaxın şərq danışıqları fonunda bunun olması qəribə idi. Bütün bu hadisələrin fonunda ABŞ administrasiyasının qarşısında duran əsas məsələ budur. Əgər hücum cəhdlərində İran bağlantısı təsdiqlənərsə, danışıqlar prosesini əvvəlki formatda davam etdirmək mümkün olacaqmı? Vaşinqtonda artıq belə hesab edənlər var ki, cavab mənfidirsə, növbəti mərhələ diplomatiyadan çox təzyiq və sərtləşmə siyasəti olacaq. Bu isə o deməkdir ki, mümkün razılaşmaya ümid edən tərəflər üçün zaman daralır, qarşılıqlı etimad isə hər yeni insidentdən sonra bir qədər də zəifləyir. Avropa İttifaqı isə Finlandiya prezidenti Aleksandr Stubbu Rusiya ilə mümkün danışıqlar üçün nümayəndə kimi nəzərdən keçirir. Bu barədə Finlandiya mətbuatı məlumat yayıb. Mətbuatın yazdığına görə Avropa hazırda Ukrayna münaqişəsinin dayandırılması üçün Rusiya ilə yüksək səviyyəli siyasi danışıqlara başlamağa ciddi şəkildə hazırlaşır. Məqalədə qeyd olunur ki, Stubbun adı potensial sülh danışıqları üçün nümayəndə axtarışında fəal şəkildə müzakirə edilir. Bununla belə prosesin hələ ilkin mərhələdə olduğu və yekun qərarın verilmədiyi vurğulanır.
Avropa İttifaqı heç bir əsas olmadan Rusiya ilə müharibəyə girməyə çalışır. Bunu Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo X səhifəsində yazıb. Onun fikrincə, yaxın vaxtlarda yenidən Rusiya-Ukrayna məsələsi gündəmə gələcək. Artıq kansler Friedrich Merz dəli kimi Almaniyada Rusiyaya qarşı müharibəni alovlandırmağa çalışır. Fransa prezidenti Emmanuel Macron şübhəsiz ki, öz üzərinə düşənləri etmək istəyəcək və tezliklə bizə çılğın sensasiya yaşadacaq. Xüsusən də burada diqqət cəlb edən Avropa İttifaqının Finlandiya prezidentini seçməsidir ki, bəs Rusiya ilə danışıqlarda Stubb iştirak eləsin. Nə dərəcədə realdır və niyə Stubb? Bunu biz siyasi şərhçi Əmrə Dinərdən soruşacağıq. Əmrə bəy, hər vaxtınız xeyir olsun. Avropa İttifaqı Rusiya ilə danışıqlar üçün Finlandiya prezidentini namizəd kimi nəzərdən keçirdir. Maraqlıdır burada niyə Stubb seçilir və Stubbun hansı faydaları olacaq Avropa-Rusiya münasibətlərinin nizama salınması üzrə? Evet, Finlandiya'nın özellikle seçilmesi oldukça önemli. Çünkü Doğu bloğunda yer alıyor. Daha tarafsız bir ülke olarak biliyorsunuz ön planda. Hem İsviçre ile birlikte geçtiğimiz 2024-23 yılında biliyorsunuz son NATO'ya katılan ülke. Dolayısıyla daha tarafsız, bazı konulara daha tarafsız olduğu için Finlandiya'nın seçilmiş olabileceği daha mantıklı geliyor. Şimdi dolayısıyla burada Avrupa Birliği'nin Rusya ile Ukrayna savaşında ciddi anlamda Ukrayna'ya destek vermesiyle birlikte mali bir takım krize girdi. Bunun üzerine bir de Amerika Birleşik Devletleri İran ile halihazırda başlayan savaşla birlikte hem enerji konusunda hem ticaret konusunda tedarik zincirlerinin pürüzleşmesiyle birlikte ne oldu? Bu sefer Rusya-Ukrayna savaşında Avrupa'nın da artık yavaş yavaş bu savaşta bitmesi ve akabinde yeni kurulacak, özellikle 2030 yılında planlanan yeni dünya düzeninin tamamen tamamlanmasıyla ilgili orada bir pozisyon arayışı var Avrupa Birliği. Şimdi şunu da hatırlatmakta yarar var. Geçtiğimiz hafta dünyanın küresel anlamda gelişiminde çok büyük sahne oldu. ABD Başkanı Donald Trump'ın Çin lideri Xi ile görüşmesi, akabinde Rusya Devlet Başkanı Putin'in Çin'le görüşmesi artık yeni dünya düzeninde çok kutuplu bir projeksiyonu önümüze serdi. Avrupa burada çok kutuplu dünyada tarafını belirlemek suretiyle ve tabii ki bu alanda politik ve ekonomik anlamda yer almak için manevralarını, politikalarını değiştirdiğini söylemek mümkün. Şimdi Rusya burada biliyorsunuz Ukrayna'yı yıpratarak ele geçirme derdinden ziyade aslında savaşı uzatarak Doğu Avrupa'yı da mali açıdan zayıflatmak istiyor. Dolayısıyla mali açıdan zayıflayan Doğu Avrupa halihazırda Rusya'yla bir noktada anlaşmaya sağlamak, yani Ukrayna'ya olan desteği, Doğu Avrupa'nın desteğini kırmak gibi önemli politikalar yürütüyor Moskova yönetimi. Batı diğer Doğu Avrupa ülkelerini ve Ukrayna'yı önümüzdeki süreçte bana kalırsa Resul Bey Rusya'ya tamamen Doğu Avrupa'yı iade edebilecek bir noktaya gelecek. Şimdi yeni dünya düzeninde artık eski kapitalizmin zaten artık çökeceği, 100 yıl önce dünya hangi sistemdeyse şu anda aynı sisteme tekrardan bir dönüşüm sancılarını yaşıyoruz. Ve tabii ki görünen o ki birçok bunu siyasi analistler de ifade ediyor. Batı Avrupa'ya önümüzdeki süreçte savaş ilan edebilir ama Doğu Avrupa maalesef görünen o ki sanki Moskova'ya teslim edilebilecek bir takım politikalar yürütülüyor. Özellikle savaşın uzatılmasıyla birlikte. Bəs burada Ukrayna mövqeyi necə olacaq? Çünki Ukrayna 2 gün əvvəl də rəsmi şəkildə bəyan elədi ki, biz Rusiyaya bir qarış torpağımızı belə güzəşt etməyəcəyik. Şimdi elbette şimdi açıklamalar olur illaki. Hani işte Rusya Devlet Başkanı'na biliyorsunuz ben de Ukrayna'da savaşı bitirebilirim tarzında bir açıklama yapmıştı. Ukrayna'dan
Ukrayna'dan SİHA, daha doğrusu İHA'larla birlikte başkent Moskova'da saldırılar gerçekleşti. Demek ki birileri savaşı aslında bitirmeyi istemiyor. Demek istediğim nokta o. Yani savaş uzamasıyla birlikte haritaların yeniden çizilmesi anlamına geliyor bu bir noktada. Dolayısıyla bunun akabinde Amerika Birleşik Devletleri de tüm bu işte gerek Rusya-Ukrayna savaşı, gerekse Amerika Birleşik Devletleri İran Savaşı ile birlikte önümüzdeki süreçte küresel dolar sisteminin yok edilmesine doğru bir sürece doğru da evriliyor. Şimdi tüm bu konulara baktığımız zaman ayrı gibi gözükse de aslında bir puzzle'ın parçası. Yani tüm dünyanın parçası. Dolayısıyla burada Finlandiya genel çerçeve tekrar konuya gelecek olursa burada Rusya ile yumuşamanın tek bir anlamı şu. Doğu Avrupa'nın özellikle Avrupa Birliği ülkesinin Doğu Avrupa'nın daha fazla zarar görmemesi. Ama Rusya bunu tam tersini yapıyor. Yani Ukrayna'yı sadece yıpratarak aynı zamanda Doğu Avrupa'ya da mali açıdan yıpratmak istiyor. Yani önümüzdeki süreçte genel çerçevede çok kısa bir şekilde konuşacak olursak totalde önümüzdeki süreçte yeni dünya düzeninde Doğu Avrupa'nın Rusya'ya daha fazla yaklaştığı, hatta Rusya taraf iade edilme konusunda ben bu şekilde okuyorum. Çünkü savaş bir noktada bitmiyor. Savaş bitmesi yerine uzaması devam ediyor. Bu da bize şunu gösteriyor. Yeni dünya üzerinde bölünmüş o bölgesel üç ülke, işte Amerika Birleşik Devletleri ve Rusya burada bölgeleri anlaşmış ve bu süreçte de bu yaşanan savaş o anlaşmaya doğru evriliyor. Yani o anlaşmaya doğru gidiyor. Dolayısıyla Doğu Avrupa'nın geleceği herhalde Rusya ile birlikte bir noktada beraber olmak gibi bir düşünce ben bu tezi düşünüyorum. Benim düşüncem bu. Çünkü gelişmeler bize bunu gösterir. Yani ne kadar savaş devam ederse o kadar Doğu Avrupa ve tabii ki Rusya'ya yakın bölgelerde haritalar ona göre şekilleneceğini görmek aslında pek de yanlış olmaz diye düşünüyorum. Çox sağ olun Əmrə bəy, minnətdaram sizə suallarımıza cavab verdiyiniz üçün. Siyasi şərhçi Əmrə Dinərlə birbaşa bağlantıda danışdıq. Rusiya-Avropa, Rusiya-Ukrayna münasibətləri son günlər yeni hadisələr cərəyan edir. İndi də Stubu namizəd olaraq irəli sürürlər mətbuatın yaydığı xəbərə görə. Hansı ki Avropa ilə Rusiya arasında bir körpü rolunu oynayıb danışıqlara başlaması istiqamətində. Nə dərəcədə uğurlu olacaq? Təbii ki Avropanın təklifləri ilə bağlıdır bu detalların bir çoxu. Biz isə fasilə edək bir neçə dəqiqə. Biraz sonra yenidən Ayırba 24-ün xəbər mərkəzində görünəcəyik.